5 oktyabr Müəllimlər Günü münasibəti ilə Edi Company Təhsil şirkətində xüsusi tədbir təşkil olundu. Tədbir həm təhsildəki 12 illik uğurlu yolumuzun rəmzi qeyd olunması, həm də gələcək nəsillərin formalaşmasında əvəzsiz rolu olan müəllimlərə dərin təşəkkürümüzü bildirmək məqsədi daşıyırdı. Edi Company olaraq 2013-cü ildən bu günə qədər minlərlə tələbənin həyatına bilik, peşə və yeni başlanğıclar bəxş etmişik. Bizim üçün təhsil sadəcə dərs keçmək deyil, gələcək qurmaq, insan potensialını üzə çıxarmaq və cəmiyyətə dəyər qatmaqdır. Bu yolda ən böyük gücümüz peşəkar müəllim heyətimiz və öz işinə ürəklə bağlı olan komandamızdır. Onların fədakarlığı, daim yeniliklərə açıq yanaşması və müasir tədris metodları sayəsində Edi Company bu gün ölkənin aparıcı təhsil şirkətlərindən birinə çevrilib. Tədbirdə şirkətin təsisçisi və baş direktoru Samir Əzizovun çıxışı da böyük maraqla qarşılandı. O çıxışında Edi Company'nin keçirdiyi inkişaf yolundan danışaraq, uğurların arxasında dayanan əsas qüvvənin məhz müəllim və əməkdaşların səy olduğunu vurğuladı. Tədbirin ən yadda qalan anlarından biri isə təltifnamə mərasimi oldu. Müəllimlərin və əməkdaşların təhsilə verdiyi töhfələr xüsusi qeyd edildi və təltifləri şəxsən Samir Əzizov təqdim etdi. Edi Company gələcəkdə də eyni məsuliyyət və sevgi ilə təhsilin keyfiyyətini artırmaq və gənclərin həyatına dəyər qatmaq yolunda irəliləməyə davam edəcək.